Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-sında isə daha da kəskinləşəcəyi, eləcə də leysan xarakterli yağışların olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ayrı-ayrı yerlərdə şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə isə qar yağacaq. İntensiv yağışlar nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimal olunur. Aprelin 15-də və 16-sında qərb küləyi əsəcək, bəzi yerlərdə isə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq. Aprelin 15-də və 16-sında arabir leysan xarakteri intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə isə arabir güclənəcəyi gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprel ayının 17-sinədək davam edəcək.